Astma dərmanları asıllıq yaradırmı? Astma müalicəsində istifadə olunan dərmanlar tablet, iynə və inhalyar dərmanlardır. Əsas müalicə vasitələri bu inhalyar dərmanlardır, hansı ki birbaşa tənəffüs yollarına sıxılır. Bu inhalyar dərmanların bir qismi bronx genişlədici təsir göstərir, bir qismi isə astma zamanı bronxlarda olan xroniki iltihabı basqılayır. Bəzi insanlarda astma nedeniyle ömür boyu müalicə tələb oluna bilər. Lakin bu asıllıq nedeniyle deyil, astmanın xroniki bir xəstəlik olması ilə bağlıdır. Bəzən dərman dozalarını azaltmaq lazım gəlir, bəzən dərman dozalarını artırmaq lazım gələ bilir. Hətta bəzən xəstələr dərman ehtiyacı olmadan uzun müddət rahat yaşaya bilirlər. Və bir məqama vurğu yapmaq istəyirəm. Rahatlatıcı dərmanlar olaraq bilinən bronx genişlədici dərmanların uzun müddətli tək başına kortizonsuz, yəni iltihab əleyhinə dərmansız istifadəsi bu dərmanların zamanla təsirinin azalmasına nədən ola bilər ki, bu da sizdə bu dərmanlara asıllıq gelişdiyini psixolojik olaraq hiss elətdirə bilər. Nəticə olaraq heç bir astma dərmanı asıllıq yaratmır. Nəfəsinizə yaxşı baxın.